İbn Teymiyyə rəhməhullah bu məsələdə gözəl bir sözü var. Bunu həmişə düstur kimi saxlayın gözünüzün qabağında. Bu çox önəmli məsələdir. Vallahi. İbn Teymiyyə rəhməhullah deyir ki, Allah Subhanahu şəkurdur. Şəkur nədir? Təşəkkür edən. Şükrə layiq olan da həm təşəkkür edən. Nəyə təşəkkür edir Allah Subhanahu? Qul əməl etdiyi zaman o qula təşəkkür edir ki, o əməli onun üçün eləyib. O təşəkkürün mükafatı olaraq da onun qəlbinə iman, ixlas və həmin əməlləri artırmaq üçün güc verir ki, o əməlləri təzədən artırıb çoxaltsın. Deyir, əgər bir insan əməlləri ağırlıqla edirsə, əməldən sonra ona ağırlıq gəlirsə, bil ki, onun əməlində problem var. Allah ona təşəkkür eləmir. Allah xoşlamır onun əməlini. Əgər sən əməldən sonra rahatlıq, o əməli sevgi, yenidən o əməl üçün darıxmaq istəmirənsənsə, bil ki, o əməli etməkdə xələl var səndə. Onu düzəlt. Onu islah elə ki, Allah sənə təşəkkür edib o əməli artırsın. Çünki Allah təşəkkür edənlərin ən xeyirlisidir. Niyə görə? Çünki sən bir adama yaxşılıq eləyəndə, o yaxşı adamdırsa, o sənə təşəkkür eləyəcək. Hörmət edəcək sənə. Əlində gücü varsa, imkanı varsa, sənə də onun qarşılığını verəcək. Amma Allah ən uca misala layiqdir. Gör, Allah sənə necə təşəkkür edəcək əmələ görə. Ona görə insan gərək bu şeyə diqqət eləsin.